Mənim övladım anadan gəlmə, mənim fərziyyəmə görə avtizm spektr pozuntusudur. Əziz valideynlər, sizin fərziyyənizə və sizin fikrinizə görə sizin övladınızda və hər hansısa bir uşaqda avtizm spektr pozuntusu ola bilməz. Avtizm spektr pozuntusunun diaqnozunu uşaq psixiatrı təyin edir və diferensial proqram ilə təyin etmək olur. Bəli, avtizm spektrli olan uşaqlarda göz kontaktı olmur, eşitmə problemi olur, komandalara tabe olmaq istəmir, ayaq ucunda gəzir və bunları aradan qaldırmaq üçün mütləq mütəxəssis yanına yaxınlaşmağınız mütləqdir. Sizin övladınızın nitqində və davranışında sizi narahat edən problemlər varsa, bizim mərkəzimizə müraciət edə bilərsiniz. Bizim mərkəzimiz Binə qəsəbəsində yerləşən Azad Tədris mərkəzidir. Azad Tədris mərkəzinin əlaqə nömrəsi 055 514 62 29 nömrəsi ilə əlaqə saxlayıb loqoped seansları haqqında ətraflı məlumat ala bilərsiniz və bizi izləməyi unutmayın. Sağ olun.